Selamünaleyküm değerli izleyicilerimiz. İmişli rayonunda yeni bir mənzilimiz satışa çıxıb. 5 mərtəbəli binanın birinci mərtəbəsi, 3 otaq, tam təmir, müəyyən əşyalar qalacaq. Dostlar, demək dayandığımız geniş otaq, belə deyək, fıyer, burada demək mətbəxdir. Dostlar, deməli dəyişiklik olur. Proyektdə dəyişiklik olur. Diyəzən işliyor. Dostlar, bura deməli mətbəx, qalan əşyalardan deməli mətbəx mebli olacaq və 2 yataq qalacaq. Tamam, deməli bura geniş otaq, qarşısında mətbəx, keçilir, koridora. Bura dəhlizdir dostlar. Bura dəhliz, burada sanitar qovşaqdır. Əslində bu uzun olur, oradan mətbəxə keçiddir, yəni oranı mətbəx eləyirlər, buradan bağlayıb sanitar qovşaq. Girişdə hardasa 1, 2, 3, 4, hardasa 5 metrdə. Burada bir yatağı dostlar. İşçiliyə bax dostlar, yataqlar var. Təkrar vurğulayıram, mən diqqətlə qulaq asın. Sənəd paket sənəddir. Tex pasportda çıxarışı var. Diqqətlə qulaq asın. 2 otaqda yataq var. Yataq qalacaq, mətbəx mebeli qalacaq. Əşyaların qalanı götürüləcək. Necə? Sanitar qovşağı. Dostlar, keçək o satımızı. Dostlar, əsas məsələ çıxarış. Üçüncü otağımızda təklif edirik. Olduğu kimi. Burada demək bir yataq, demək dostlar, 2 yataqdır, bir geniş otaqdır, qarşısında bu mətbəxdir, sanitar qovşaqdır. Sənədimiz dostlar, Tex pasportu çıxarışı 68.4 kvadrat. 68 kvadrat. Deməli 5 mərtəbənin birinci mərtəbəsidir. Ailəvi marketlə üzbəüz mənzildədir. 5 mərtəbəli mənzilin birinci mərtəbəsidir. Qiymət dostlar, dediyim əşyalar qalacaq. Qiymət 48.000 manat. Əlaqə saxlamasını dostlar, səhv edənlərimiz var, inşallah əlaqə saxlayacaq.